Bugün Haşhaşlim şəxsi operator kollektivi əməkdaşlıq etdiyi Neftçi komandasının 9 yaş qruplarının çempionluğu münasibəti ilə keçirilən mükafatlandırma mərasiminə qatıldı. Tədbirdə Neftçi komandasının məşqçilər heyəti və Neftçi Futbol Akademiyasının koordinatoru İslam Kərimov çıxış etdi. İlk öncəliklə biz Neftçi Futbol Akademiyasının koordinatoru İslam Kərimovu alqışlarınızla zəhmət olmasa dəvət edək. İslam bəy, buyurun. Xoş gəlmişsiniz. İlk növbədə mən bu tədbiri keçirdiyimdə görə Azərbaycan Futbol Federasiyası səsləsinə öz minnətdarlığımı bildirirəm. Doğrudan da sevindirici haldır ki, gözəl uşaqlar bu turnirin qalibi olublar. Ümumiyyətlə, Neftçi klubunda həmişə biz geçmişik ki, komanda əgər çempionatı oynayırsa, birinci oyundan bazı aparır. Düzdür, uşaq futbolda nəticə o qədər önəmli deyil. Ən azından yenə idmanda qalibiyyət olmalıdır. Öz adımdan Futbol Federasiyasına, klub rəhbərliyinə, mediaya sizə öz təşəkkürümü bildirirəm ki, il boyu bu oyunları ışıqlandırmışsınız. Bu da futbola böyle bir təkandır. Sizin sayənizdə neçə uşaq futbola baxın, futbola yazılmağa gəlib. Mən də bütün oyunları YouTube vasitəsilə izləmişəm. İlk növbədə koordinator kimi sizə öz adımdan minnətdarlığımı bildirirəm. Təşəkkürlər İslam bəy. Minnətdarlıq. Alqışlar zəhmət olmasa alqışlar. Komandanın kapitanı Süleyman Rəhimzadə alqışlarla buyursun zəhmət olmasa. Sırada isə Neftçi komandasının hər zaman çempionluğa qədər, bura qədər qapısını qoruyan Hacımurad Hacıyev alqışlarla buyursun zəhmət olmasa. Sırada isə müdafiədə hər zaman texnikası ilə tanıdığımız 6 nömrə Sənan Məmmədov alqışlarla buyursun zəhmət olmasa. Tamam, təbrik edərsiniz. İndi isə komandanın mərkəzdə maestrosu 8 nömrəsi Cavid Əquliyev alqışlarla. Sırada isə həm müdafiədə, həm mərkəzdə lazım gələndə rəqib hücumçulara həmişə qənim kəsilən deyək, hər zərbələrini, hər hücumlarını bloklayan 13 nömrə Mehdi Abbasov alqışlarla buyursun. Yakın yerde söylüyor. İndi isə rəqib qapıçıların qorxulu yuxusu deyək ona. Bəli, o zərbələri ilə, qarşı alma zərbələri ilə 17 nömrə Cəlil Mehdizadə alqışlarla buyursun. İndi isə artıq biz bu oyuncunu ikinci dövrədə Neftçi komandasına transfer olduğunu gördük. O da hücum xəttində rəqib müdafiənin əməlli başlı baş ağrısı 99 nömrə Fərahi Məmmədzadə alqışlarla buyursun. Sırada isə Neftçinin əsas qol silahı, qarşısalma zərbələri ilə hər zaman tanınan 11 nömrə Rəfsul Vəlizadə alqışlarla buyursun. Sırada isə müdafiənin daha bir qayalarından 3 nömrəsi Fərid Quliyev alqışlarla. Növbədə isə Neftçi komandasında bir qədər olunan rəqibləri top almağa həqiqətən də çox çətinlik çəkir. Çevik reydləri ilə tanınan 77 nömrə Cəmşid Əliyev alqışlarla buyursun.
indi isə O9 liqasının əsas oyuncularını bildirdi. Amma öz istedadlarına görə artıq U8-dən U9 liqasına qatılan oyuncular var aramızda. Onları bir-bir dəvət edək. U8-də və həm də U9 liqasında həqiqətən də öz sözünü demiş 20 nömrə Murad Hüseynov alqışlarla buyursun. Bizim artıq istər sosial şəbəkələrdə, istərsə də yəni futbol aləmində 8, 9, 10 yaşlarda hətta Neftçidə onu xüsusi ləqəblə tanıyırlar. Bizim Harry Potter'imiz Firdovsi Quliyev alqışlarla buyursun. Və indi isə son olaraq həm 8 yaşlarda, həm 9 yaşlarda hər kəsin sevimlisi U8 liqasında da hətta 9 yaşlara qarşı bir mübarizədə bir rəqibinə qarşı həm müdafiəçiləri necə yardı o yaş qrupunda, həm qapısını yerdə qoydu. O reydi ilə bütün yaddaşda qalan Murad Bədəlli alqışlarla buyursun. Gəldi, vədə çatdı. Bəli, çempionlar öz medallarını aldılar, diplomları, tərkibnamələr alındı və İslam Kərimovdan da xahiş edəcəyik kuboku çempionların kapitanına təqdim etsin alqışlarla. Rüqərlər yaradır, xalqa sevgi, sədaqət. İdarınız əyilməz, hamı sizə inanır. Qəhrəman oğullara vətəndə arxalanır. Fəth edir zirvələri, futbolumuz anban. Ən böyük qələbəyə layiqdir bizim idman. Müstəqil ölkəmizdə yazıldı yeni dastan. Möhtəşəm zirvələrə səsləyir Azərbaycan. Neftçi, neftçi, neftçi bizim çempion. Neftçi, neftçi, neftçi çempion.